Salam. Bugün sizin bizimle paylaştığınız mənbələr əsasında çox maraqlı bir mövzunu müzakirə edəcəyik. Bəli, qırmızı həqiqət, yəni Red Pill anlayışı. Çox güman ki, The Matrix filmini xatırlayırsınız. Qırmızı həb, acı həqiqət. Mavi həb isə şirin yuxu, rahat yalan. düzdür. Amma müasir dövrdə, xüsusən internetdə bu ifadə tamam başqa məna daşımağa başlayıb. Mənbələrinizdə deyilir ki, bu cəmiyyət, cinslər arasındakı münasibətlər haqqında o qədər də xoş olmayan, amma güya həqiqi olanı görməyə deməkdir. Bəli, sizin göndərdiyiniz materiallarda da əsas fikir budur ki, kişilərlə qadınlar arasındakı güc balansı əslində göründüyü kimi deyil. Və bu balans kişilərdən gizlədilir. Tərəfdarlar belə düşünür ki, ailə, münasibətlər, hətta qanunlar, Yəni institutlar. bəli, sosial institutlar əslində qadınlara daha çox üstünlük verir. Qırmızı həqiqət də deməli bu gizli dinamikanı ortaya çıxarmağa çalışır. Çox iddialı səslənir. Bəs konkret nəyə əsaslanırlar? Mənbələrdə hansı arqumentlər var? Kişilərin hansı çətinliklərindən danışılır? Mənbələrdə bir neçə vacib məqam var. Məsələn, kişilər arasında intihar nisbətinin qadınlardan xeyli yüksək olması. Bu statistikadır. Sonra təhlükəli işlərdə daha çox kişilərin çalışması. Məcburi hərbi xidmət məsələsi var, niyə əksər ölkələrdə yalnız kişilərə aiddir. Aydındır. Ailə məsələləri də var deyəsən. Əlbəttə, boşanma sonrası aliment yükü, uşaqla görüş hüququnda yaşanan problemlər. Yəni bu yanaşmaya görə bunlar ayrı-ayrı hallar deyil. Bunlar hamısı bir sistemin göstəricisidir. Hansı ki, o sistemdə qadınlar, belə deyək də, sosial olaraq daha güclüdürlər. Deməli, bütün bu fərqli problemləri bir çətir altında birləşdirirlər. Cəmiyyətdəki güc balansı. Mənbələrdə hiperqamiya anlayışı da keçirdi. Bu nədir? Necə izah olunur? Hiperqamiya. Mənbələr, məsələn, Jordan Peterson kimi psixoloqlara da istinad edirlər. Deyirlər ki, qadınlar partnyor seçərkən statusca özlərinə bərabər və ya daha yuxarı kişilərə meyil edirlər. Yəni daha uğurlu, daha yüksək mövqeli. Bəli, sosial status, gəlir və s. Qırmızı həqiqət tərəfdarları bunu sadəcə sosial bir seçim yox, daha çox qadın təbiətinin bir parçası, hətta genetik, təkamülə bağlı bir şey kimi görürlər. Amma bu fəlsəfə təkcə münasibətlərdən ibarət deyil axı. Fərdi məsuliyyət məsələsi də var, elə deyilmi? Tamamilə doğrudur. Hətta deyərdim ki, bu çox vacib bir elementdir. Mənbələrdə yenə Peterson yada düşür, əvvəlcə öz otağını təmizlə. Yəni əvvəlcə özünə bax. Düzdür. Başqalarını, cəmiyyəti tənqid etməzdən əvvəl fərd öz həyatının məsuliyyətini götürməlidir. Özünü islah etməlidir, bu kişiləri özünü inkişafa, disiplinaya, həyatının kontrolunu ələ almağa çağırır. Rollo Tomassi kimi yazarların bioloji yanaşması da qeyd olunur, onlar daha çox təkamül, biologiya ilə izah edirlər bu fərqləri. Amma həm də deyilir ki, cəmiyyət kişilərə çox yük yükləyir. O güclü ol, ağlama kimi. Bəli, o stereotiplərin psixoloji yükü və duyğuları ifadə etməyin əslində nə qədər vacib olduğu. Bu da vurğulanır. Təbii ki, belə fikirlər cavabsız qalmır. Mənbələrdə tənqidlər necə göstərilib? Əsas iradlar nədir? Ən əsas və ən çox səslənən tənqid mizoginiya ittihamıdır. Yəni, qadınlara qarşı nifrət yaymaqda günahlandırılırlar. Yəni, bu hərəkatın qadın düşməni olduğu deyilir. Bəli, tənqidçilər deyir ki, xüsusilə bəzi onlayn forumlarda, icmalarda qadınlar haqqında çox ümumiləşdirilmiş, mənfi, hətta təhqiramiz fikirlər dolaşır. Həmçinin o hiperqamiya məsələsi deyirlər ki, bunu bütün qadınlara şamil etmək, onları yalnız maddiyyatçı kimi göstərmək doğru deyil. Bəs tərəfdarlar nə deyir bu tənqidlərə? Mənbələrdə onların cavabı var? Var əlbəttə, onlar bu mizoginiya ittihamını qətiyyən qəbul etmirlər. Mənbədə bir forum üzvündən stat da var, Morpheus Manfred. Deyir ki, bəzən müzakirələr sərt olur, emosional olur, amma məqsəd qadınlara nifrət etmək deyil, əksinə. Əksinə nə? Əksinə, kişilərə qadınları daha yaxşı anlamağa kömək etmək, vəziyyəti görmək və, belə deyək, münasibətlərdə daha ayıq olmaq. Hiperqamiya tənqidinə də cavabları var. Tarixi, bioloji səbəblər göstərirlər. Hətta mənbələrdə eyni adlı The Red Pill səvətli filmi də xatırlanır. O film də bu mövzulara toxunur. Beləliklə, əsas məqamları ümumləşdirsək, sizin təqdim etdiyiniz mənbələrə görə qırmızı həqiqət dedikdə, deməli, cəmiyyətdəki güc balansı,
cinslər arası münasibətlərin gizli tərəfləri, kişilərin problemləri və şəxsi məsuliyyət kimi mövzuları əhatə edən bir baxışdır. Bəli, tərəfdarlarına görə həqiqəti göstərir, amma eyni zamanda çox kəskin tənqidlərlə də üzləşir. Yəni, çox mübahisəli bir sahədir. Həqiqətən, mənbələriniz də bunu təsdiqləyir. Qətiyyən ağ-qara deyil. Çox şaxəli, qütbləşdirici, bir tərəf bunu oyanış sayır, digər tərəf isə təhlükəli bir ideologiya. Bütün bu müzakirələr, bütün bu fərqli, hətta ziddiyyətli fikirlər, bunlar sizin üçün nə ifadə edə bilər? Bunları anlamaq sizin cəmiyyətə, münasibətlərə, bəlkə elə öz həyatınıza, baxışınıza necə təsir edə bilər? Düşünməyə dəyər, elə deyilmi?